Hoş gördük hamını. Şomu. Bax, çörəni odladım. Deyirsən partlayar, neyniyər? İndi baxaq. Hələ tam qurumuyub. Yenə də səbrim çatmadı. Düzdür, çörək pişirmirəm. Dedim balıq atım. İndi görək, orada çox adam yazır ki, o içəridə, yəni bu tərəfdə bilirsiniz də, Kürə serialının əvvəlki bölümündə gördünüz şüşələr düzmüşük. De bu üst tərəfinə də, bu yanlarına da, de buralara da hamısı şüşədir bunlar. Görək indi hamı deyir ki, Paris partlayan kimi partlayacaq. Baxaq, hal-hazırda sınaqdan keçirdirəm. Görək necə alınır. İnşallah bu dəfə üst tərəfdə qızarda canım qutarar. Bəziləriniz yazmışsınız səliqəsizdir. Özümüz hazırlamışıq dostlar. Ev şəraitində olanımız budur. Kasıbın olanına. Əgər burada çörək pişirirsə, mənə əsas onun içərisində hazırlanan çörək lazımdır. İzləmədə qalın. Belə qəşəng balıqları qoydum. Hələ ki balıqla yoxlayaq. Balıqlar pişdi. Demək az qızarıb üzü. Ona görə ki, baxın, yuxarını mən tam ağartmadım. Balıq olduğuna görə gərək bunu çörəkdə çox görürsünüz. Aşağı ağarıb, yuxarı yox. Çörək pişirəndə çox odlayam. Çox az odladım balığa görə ki, balıq tez pişir. Məcbur aşağı hissəyə qoydum, qəşəng qızarsın. Amma əladır. Tam qızarmasa da birazca qızardı. İndi qaldı bunu çörəkdə sınamaq. Yeriniz məlum qəşəng pişir. Necədir? İstəyə görə çox yaxınlaşdırmıram telefonu. Bəh. Son çarə. Biraz aşağıya yığdım ki, yaxşı da içi pişsin. Kürə serialım davam eləyir. İzləmədə qalın. Orada kayd etməni vurun dostlar. Üzərində belə düzəltdik. Qəşəng. Qaldı bunda çörək sınamaq. Orada çox adamlar maraqlanır ki, görək bunun üzəri qızarır. Biraz da tam qurusun. Görürsünüz, tam qurumuyub. Ondan sonra çörəyi də yoxlayayım. Məncə bu dəfə çörək pişər. Sadəcə biraz çox odlamalıyam. Zəif odlamışam bu dəfə. Günah bu dəfə məndədir. İzləmədə qalın dostlar. Kayd etməni vurun. Çox adam qarşısına çıxsın. Təşəkkür edirəm izlədiyiniz üçün. Məni takip eləyin. Rəylərinizi yazın. Görək fikirləriniz bu barədə nədir? Hələlik.